Bizim uşaq bilirmi ki, doğru nədir, yanlış nədir? O gəlir o dəyərlər sisteminə də, yəni o uşağın dəyərləri nədən ibarətdir? Heç bir şəkildə valideynlər bir-birlərini əzdirə bilməz. Bugün siz mamanın birlikdə saatını aşağı salırsınız, sabahçı gün uşaq sizin saatını aşağı salacaq. Ki sən falan vaxtını mamaya belə demişdin. Onu yox, ona hörmət eləmək. Uşaq ondan sonra məcburdular komanda olmalı. Bir də gün sonunda hesabat var. Xanımla birlikdə müzakirə eləmirsinizsə, aylıq xərcləri çox olacaq. Yəni bir emosional gərginlik yaranır, onu hardasa boşaltmalıdır, o da gedir. Sizlə vaxt keçən bir qadının şopinqə ehtiyacı yoxdur. Qadın qayğı ilə sevilir, kişi övgü ilə sevilir. Bu nəzərə almaq lazımdır. Yəni, mənim dünyamın ən önəmli qadını sənsən, eyni zamanda sənin dünyanın ən önəmli kişisin mənim. Atam bir şey deyib, biz artıq bir partner münasibətində olduğumuza görə, mənim anam bir şey deyib, mən qadın ötürünüm sənsən. Necə ki, sənin kişi ötürünüm sənsən. Bunları qanun və uşaqlar. Demokratik vaxt gedirsin və bu ata nəyəsə yox deyibsə, deməli ana da yox deyəcək. Farklı bir məsələ deyirsiniz, valideynlik deyirsiniz, demirsiniz ata yaxud anadır. Gedəndə kimsə artıq uşağın O işləmir. və siz biz kişilər qadınların qurtarsın anında ayrı kommunikasiya. Adama biraz ağır söz desən, adam bu işi görməyəcək. Bu məncə uşaqda da belədir. O zaman necə eləməliyik? Yəni fitrətdən gələn bir xarakter. Genetika, fitrət birlikdə bir toxumdur. Bu hansı bir toxumu bura qoysa bitməyəcək. Onun üçün bir şərait lazımdır. Ancaq İlham ona nəyə belə qəbul edəndən fərqi yaratır. Asıllıqları olan bu mövqeyin əsasını müəyyənləşdirir. Belə deyil, hər içəri girəndə ata və yaxud ana, ata ana düzdür qarşımıza gəlir, amma nəyə görə qarşımıza gəlir, o görə? Birinci növbədə oynancaq onları kəsirik. Ağlayır, qışqırır və səbləşir, o şeydir, bunları yaşamalıdır, o yoxsunluq əsası. İkinci məsələ, oyuncağı çoxdur, deyək ki, məsəl üçün, bir oyuncaqla, biz oyuncaqları bölürük. Çoxdursa 4, 5, azdırsa 2-3 isim. Anlaşmasını bildir. Mən də sizə balacadır, indən deyirəm ki, o durmalı idi, durmadı, yaşlı adam gəlir. Deyirəm ki, baxın, valideyni günahlandırmaq işə yarayan metod olsaydı, mən uşaqla azından görüşməyəcəkdim. Gəlib hər gün, səhər, axşam sizi danlayacaqdım. Bu işə yarayan metod deyil. Baxmaq, başqa şeylərə baxmaq və özünü danlamaq hər zaman insanın potensialı və hərəkət qabiliyyətini əldən alan bir şeydir. Müzakirələr o qədər genişlənə bilər ki, ona görə Ona görə bu özümüzü alqışlamağa dəyər.